Hansı sözün bir hecasında iki leksik şəkilçi var? Qazıntını sözünü hecalara bölsək, qazıntını şəklində hecalara böləcəyik. Lakin təhlil baxımından yanaşsaq, qazmaq sözün kökü ıntı leksik şəkilçi, n isə qrammatik şəkilçidir və burada bir hecada iki şəkilçi görünmür. Səbəbsiz sözü hecaya ayrılır. Səbəbsiz. Lakin burada cəmi bir leksik şəkilçi var, o da siz şəkilçisidir, çıxırıq. Dindirdi sözünü hecaya bölsək, dindirdi. Burada da dinmək sözün köküdür, dir leksik şəkilçidir, di qrammatikdir. Hər hecada bir şəkilçimiz var. Qoruqdakılar sözünü hecaya ayırsaq, qoruqdakılar. Burada da qorumaq sözün kökü q leksik, dakı leksik, lar qrammatik. Hər hansı bir hecamızın içərisində iki leksik şəkilçi istifadə olunmayıb. Salamlaşdı sözündə isə salamlaşdı. Cavabımız bu variant olacaq. Çünki burada laş hecası la üstə ş kimi təhlil olunur və cavabımız bu variantdır.